Siz də belə bir hal yaşamısınız. 1 saat bundan əvvəl səhər yeməyi yemisiniz, ancaq 1 saat keçməsinə baxmayaraq yenə də acmısınız. Bunun səbəbi nədir? Mən bu haqda danışarkən siz də videonu yadda saxlamağı və üstə gəl işarəsinə vuraraq kanalımı izləməyi unutmayın. Burada problem sizdə deyil, yediyiniz məhsullardadır. Nə yeməyinizdən, nə qədər tez və yaxud da gec acmağınız doğrudan asılıdır. Çox insanın səhər yeməyi bədən tərəfindən asan mənimsənilən karbohidratlar və yaxud da ki, şəkərlərdən ibarət olur. Bunlara səhər-səhər qəbul edilən bütün un məmulatlarını, şəkəri və xüsusilə şirin çayı aid etmək olar. Səhərlər bu tip qidalanan bir insanın qan şəkəri dəqiqələr içərisində sürətli şəkildə qalxır və nəticədə qan şəkərimizin normallaşmasına cavab verən insulin hormonu ifraz olunaraq həmin qan şəkərini bədənimizdə eləcə də sürətli şəkildə aşağı salır. Və bunun nəticəsində yeməkdən 1 saat keçməsinə baxmayaraq siz yenidən acırsınız. Şəkərinizin qanınızda sürətli şəkildə qalxması və enməsi nəticəsində siz iştahınızı idarə edə bilmirsiniz. Səhərlər un məmulatları istifadə etmək yerinə yumurta, kəsmik, pendir və bol tərəvəzlərdən istifadə edərək günortaya qədər 3 saat, 4 saat acılıqdan məhrum ola bilərsiniz.